Litosfer tavaları. Əhatə etdiyi əraziyə görə litosfer tavaları iki yerə bölünür. Böyük və kiçik litosfer tavaları. Böyük litosfer tavalarına Şimali Amerika, Cənubi Amerika, Antarktida, Afrika, Hind, Avstraliya, Avrasiya və Sakit Okean daxildir. Sakit Okean okean tipli, digərləri isə həm materik, həm də okean tipli olur. Kiçik litosfer tavalarına Karib, Kokos, Naska, Ərəbistan və Filippin daxildir. Ərəbistan materik, digərləri isə okean tipli litosfer tavalarına daxil olacaq. Litosfer tavaları okeanlarda daha nazik olur. Onun qalınlığı 50-100 km. Materiklərdə isə qalınlığı 200-250 km olur. Litosfer tavaları üst mantiyada yerləşən astnosfer qatı üzərində hərəkət edir. Litosfer tavaları astnosferin üzərində hərəkət edərək bir-birinə yaxınlaşır və uzaqlaşır. Bunların yaxınlaşmasına konvergen, uzaqlaşmasına divergent deyilir. Konvergen sərhəddə iki materik litosfer tavası bir-birinə yaxınlaşır. Bu zaman nəhəng dağlar yaranır. Buna misal olaraq Himalay dağlarını deyə bilərik. Okean və materik tipli litosfer tavaların bir-birinə yaxınlaşması, bu zaman okean litosfer tavası materik litosfer tavasının altına batır. Bu batma prosesinə subduksiya deyilir. Subduksiya nəticəsində materikdə dağlar, okeanda dərin çökəkliklər və qövsvarı adalar yaranır. Buna misal olaraq Naska litosfer tavası ilə Cənubi Amerika litosfer tavasının toqquşmasını deyə bilərik. Litosfer tavalarının divergent sərhədi, yəni bir-birindən ayrılması, bu zaman okeanın altında vulkan püskürür. Vulkan püskürməsi zamanı orta okean dağsız hissələri yaranır. Orta okean dağsız hissələri bəzən suyun səthinə çıxaraq burada vulkan mənşəli adalar yaradır. Bu adaların da ən böyüyü İslandiyadır.